Əgər biz hazırlıqsa, bizim komandamız da hazırdsa, istərdim ki, qalibi seç düyməsini ekranda görək və davam et düyməsini sıxırıq. 10 saniyədən sonra bir nəfər iPhone 17-yə sahib olacaq əziz izləyicilər. 5 saniyə, 4 saniyə, 3 saniyə, 2 saniyə, 1 saniyə və 0 saniyə. Təbrik edirik. Və mən böyük məmnuniyyətlə qalibimizin Baksel nömrəsini səsləndirmək istəyirəm. 55 259 73. Bir daha nömrəsini səsləndirəm. 55 259 73 Baksel nömrəli istifadəçi bizdən iPhone 17 qazandı. Keçid alaq növbəti günün tirajına. Tarix olaraq ayın 13-ü, tiraj olaraq 74-cü tirajın biz qalibini müəyyənləşdiririk. Qalibi seç düyməsini sıxaq. Bayram qabağı, daha doğrusu yeni il qabağı, görək kim özünə bugün hədiyyə eləyəcək. Canlı yayımdan sonra həmən yenə biz qalibimizə əlaqə saxlayacaq və onu təbrik eləyəcək. 3 saniyə, 2 saniyə, 1 saniyə, 0 saniyə. Təbrik edirik. Növbəti qalibimizin nömrəsini böyük məmnuniyyətlə səsləndirmək istəyirəm. 55 453 29. Bir daha nömrəsini səsləndirəm. 55 453 29 Baksel istifadəçisi bizdən növbəti iPhone 17-ni qazandı. Hər iki qalibimizi təbrik edirik. Baxın, hər zaman bu cür fürsətlər onların önünə gəlsin, hər zaman şansları bol olsun və müxtəlif belə bu cür layihələrdə hədiyyələr qazansınlar. Əziz izləyicilər, vaxt məhduddur. Elə canlı yayın bitən kimi 3 üsuldan istifadə edib şans proyektlərini aktivləşdirirsiniz və bizim 2 gün sonraki artıq böyük həftəlik tirajla Zikr avtomobilinin qalibi ola bilərsiniz. Eyni zamanda cümə günü keçiriləcək və şənbə günü keçiriləcək canlı yayımlarımızda isə iPhone 17-lərə sahib ola bilərsiniz. Elə indi şans proyektlərini aktivləşdirin, şansınızı yaradın və hələ böyük finalda Porsche Cayenne qazanmaq fürsətini qaçırmayın. Gələn canlı yayımlarda görüşənədək. Xudahafiz.